4 vurulsun 12 üstü n bölünmüş 3 üstü n minus 1 vur 2 üstü 2n plus 1 kəsirini ixtisar edindir. Bu kəsiri ixtisar etmək üçün mən ilk öncə sadələşdirəcəm. 4'ü necə yaza bilərəm? Qüvvətlər var burada. Qüvvət şəklində yazıram. 4 nədir? 2 üstü 2 deməkdir. Vurulsun. 12-ni 12 mürəkkəb ədəddə bunu sadə şəkildə parçalamalıyam. 12 nə deməkdir? 3 vur 4 deməkdir. Yəni mən bunu 3 üstü n vur 4 üstü n şəklində yaza bilərəm. 4 demişdim nədir? 4 2'nin kvadratı deməkdir. Yəni mən burada 4 üstü n əvəzinə, yəni 4 üstü n əvəzinə yazacağım 4'ü 2'nin kvadratı, bir də üstündə n. Mötərizənin üzərində 2 dənə qüvvət onu nə edirdik? Onları vururuq. Yəni 2 üstündə 2n şəklinə düşəcək bu. Oldu 2 üstündə 2n bölünsün. Məxrəcdə əgər qüvvətdə çıxma varsa bu demək nə olub? Bölmə olub. Yəni 3 üstü n bölünsün 3 üstü 1. O 1'i yazmasam da olar. Böl 3 şəklində yaza bilərəm bunu. Və ya da kəsr kimi də yaza bilərəm. Gəlin bunu kəsr kimi yazaq. Yəni 3 üstü n bölünsün 3 şəklinə. Vurulsun. Əgər toplama varsa 2 üstündə 2n plus 1 deməli bu nə olub? Vurulub. Yəni 2 üstündə 2n'yi vurublar 2'yə. 2 üstü 1'ə və yaxud da ona görə 1'i yazmıram heç. Onda olduğu kimi yazıram. Yazıram 2 üstündə 2n vur 2. Bərabər. Bilirəm ki, əgər əsas kəsrin məxrəcində bir kəsr varsa, onun məxrəci nə olur? Fırlanır, vurulur surətə. İndi bunu yazıram olduğu kimi. Yəni olacaq bu şəkildə 2 üstü 2 vur 3, buradakı 3. Vur 3 üstü n, vur 2 üstü 2n. Məxrəcdəklər olduğu kimi qalır. 3 üstü n, vur 2 üstü 2n, vur 2. İxtisarlarımı aparıram. 2 üstü 2n ilə 2 üstü 2n gedir. 3 üstü n ilə 3 üstü n ixtisar getdi. Buradakı 2 ilə buradakı 2'nin biri gedir. Nə qalır yerdə? 2'dən 1 dənə, 1 dənə 3. Yəni 6. Doğru cavabımız olur 6.